Hər bir kompüter istifadəçisinin bilməli olduğu bir məlumat vermək istəyirəm. Geniş müddət işləyəndən sonra kompüterdə formatlama zəruriyyəti meydana gəlir. Bu da o deməkdir, bütün sistem proqramları silinəcək və yenidən yazılır. Proqramları yenidən yazmaq müəyyən qədər vaxt aparır. Deməli, bu proqramların, lazım olan proqramları yenidən yükləməkdən ötürü Google'da winstall yazıb Enter düyməsini vurmaq lazımdır. Ekrana gələn birisini seçmək lazımdır. Və burada göstərilən proqramların hər hansı birini biz buradan seçməklə hansı biri lazımdırsa, əgər biz bunları seçirik. Buradan yenə script düyməsini vururuq. Download bot. Buradan sonra yüklüyürük. Baxın, yüklənir. Onu vurandan sonra bu düyməni vurandan sonra artıq seçdiyimiz bütün proqramlar kompüterimizə yüklənəcək.